Söğütlüdə bilirsiniz ki, bir neçə il bundan qabaq bir hadisə baş vermişdi. Mən onu indi buradan sizə çatdıracağım diqqətinizə. Söğütlü hadisəsi, məşhur Söğütlü hadisəsi və orada da nə baş vermişdi? Deməli, Beynəlxalq Humanitar Human Rights Solidarity Təşkilatı Söğütlü etirazların 3-cü il dönümü və həmin hadisələr zamanı baş verilənləri lentə alan Meydan TV-nin həbsdə olan jurnalisti Aytaş Tapdıq barədə bəyanat yayıb. Yadınızdadır 3 il bundan qabaq və Aytaş Tapdıq, indi görürsün, niyə görə bu gənclər, bu uşaqlar, bu qızlarımız həbs olunublar. Ona görə ki, bunların bütün obyektlərini çəkirdilər və olan hadisələri yayırdılar. Təşkilat deməli bəyanatda bildirir ki, Söğütlü kəndinin ətraf mühitin çirklənməsinə qarşı etirazlardan sonra 3 ildir ki, polis kəndi blokada altında saxlayır. Bəyanatda vurgulanır ki, həmin etirazları ilk işıqlandıran jurnalist Aytaş Tapdıq olub. Meydan TV-nin jurnalisti Aytaş Tapdıq hadisələrin dərhal ardından kəndə daxil olaraq baş verənləri lentə alan ilk müstəqil müxbirlərdən biridir. Onun çəkdiyi kadrlar sürətlə dünyaya yayıldı. Yadınıza gəlirsə, o həmin bu məsələdə də, dəyərli dostlar, İlham Əliyev çıxdı, efirlərə çıxdı və orada dedi ki, orada ən doğru hərəkət edən polis olur. Yəni, cəmaatı döyən, cəmaatı işgəncə verən, qadınların gözünə qaz sıxan və s. və s. Onda demiş ki, bəs ən deməli, uğurlu çalışan orada, deməli, ən düzgün çalışan polis olur. Və İlham Əliyev bu hərəkətləri də polislərin öz başına səbəb olur. Təşkilat qeyd edib ki, hadisələrdən bir neçə ay sonra jurnalistlər Aytaş Tapdıq və Meydan TV-nin digər həbsdə olan jurnalisti Xəyalə Ağayeva Gədəbəy mərkəzinə çatdıqdan sonra onlar polis tərəfindən izlənilir və kəndə yaxınlaşmalarının qarşısı alınır. Həmçinin hazırda hər iki jurnalistin maliyyə qaçaqmaçılığı ittihamı ilə haqsız yerə həbs olunduğu qeyd olunub. Hazırda hər iki jurnalist Meydan TV əməkdaşlarına qarşı həyata keçirilən geniş miqyaslı repressiya dalğalarının qurbanı olaraq həbsdədirlər. Onların yeganə günahı həqiqəti işıqlandırmaq və paylaşmaq olub. Meydan TV-nin əməkdaşları Ramin Deko Cəbrazadə, Aynur Qəmbərova Elgünəş, Aysel Ümidova, Aytaç Əhmədova Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və Vətəndaş Cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-sında həbs ediliblər. Bu iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə qaçaqmalçılıq və əvəzdən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə ittihamı irəli sürülür.